Salam, hər vaxtınız xeyirli və uğurlu olsun. Mənim əziz və dəyərli şagirdlərim, həmçinin də dəyərli izləyicilər. Bu gün sizlər üçün Ədəbiyyat Dim test toplusu 2025-ci ildən şifahi xalq ədəbiyyatının ümumi testlərinin hər birini izah etməyə çalışacağam. Çalışın ki, videoya daha sona qədər baxın, qeydlərinizi götürün və bu sualların izahlarından ətraflı formada yararlanmağa çalışın ki, çünki artıq biz buraxılış imtahanı vermişik, blok imtahanına hazırlaşırıq və uşaqlar bir məqamı da nəzərinizə yetirim ki, bizim artıq blok imtahanına hazırlıq qruplarımız başlayıbdır. Siz də qeydiyyatdan keçərək bizimlə hazırlaşa bilərsiniz və təbii ki, yüksək nəticəni əldə edə bilərsiniz. İndi uşaqlar, vaxt zamanı itirmədən gəlin keçək sualların izahlarına. Birinci sualda vurğulayır ki, aşağıdakı şeir janrlarından biri şifahi xalq ədəbiyyatına aid deyildir. Uşaqlar, ümumiyyətlə xalq ədəbiyyatı həm şifahi olur, həm yazılı olur. Oxşama, bayatı, holavar, gəraylı bunlar şifahi xalq ədəbiyyatına aiddir. Qəzəl isə uşaqlar yazılı ədəbiyyata aiddir. Deməli, cavab olur birinci sualda Y variantı. İkinci suala baxırıq. Aşağıdakı şeir janrlarından biri şifahi xalq ədəbiyyatına aid deyildir. Uşaqlar, eyni tipli sualdır. Yadda saxlayırıq ki, bayatı, sayaçı sözü, ağı, layla bunlar hər biri şifahi xalq ədəbiyyatına aiddir. Amma rübai, əzizlərim, yazılı ədəbiyyata aiddir. Deməli, gəldiyi üçüncü sualın izahına. Şifahi xalq ədəbiyyatına aid edilən əlamətlərdən biri səhvdir. Deməli, şifahi şəkildə yaranır və inkişaf eləyir. Bəli, uşaqlar, adından da görsəndiyi kimi şifahi xalq ədəbiyyatıdırsa, deməli bu şifahi şəkildə, yəni dildən dilə keçərək yaranır və inkişaf eləyir. A variantı tamamilə doğru olduğu üçün A variantı biz götürmürük, çünki şərtdə səhv bir hökm istəyir. B variantına baxırıq. Ümumi xalq təfəkkürünün məhsuludur. Bəli, ümumi xalqın təfəkkürünün, düşüncəsinin məhsuludur. Deməli, B variantı da xaricidir. İlk örnəkləri qədim dövrdə yaranmışdır. Bəli, əzizlərim, təbii ki, xalq ədəbiyyatı qədim dövrlərdə mövcud olmuşdur, yəni yaranmışdır. C variantı da doğru olduğu üçün xaric edirik. Özünə məxsus janr və dil ifadə xüsusiyyətləri vardır. Bəli, əzizlərim. Şifahi xalq ədəbiyyatının janrları var və dil ifadə xüsusiyyətləri mövcuddur. Misal üçün, lirik növ, epik növ, dramatik növ və bu növlərin hər birinin də özünə məxsus janrları mövcuddur. D variantı tamamilə doğrudur. Y variantına baxırıq. Yalnız lirik və epik növləri olur. Uşaqlar, xeyr əzizlərim, yalnız lirik və epik növləri yox. Lirik və epik növlə yanaşı dramatik növ də mövcuddur. Bizdən səhvləri istəyi üçün cavab olur Y variantı. Dördüncü sualın izahına baxmış oluruq. Üzük aldım, qaşı yox. Təpə gördüm, daşı yox. O nədikcə ağlayır, gözlərində yaşı yox. Nümunə şifahi xalq ədəbiyyatının hansı janrına aiddir? Uşaqlar, baxın mənim əzizlərim. Epik növün janrlarından biri tapmacadır və tapmacada fikir üstörtlü formada verilir. Yəni, sual verilir, sualın cavabı tapmaq sizdən tələb olunur. Burada da baxın, sual verir. Deyir ki, o nədir ki, ağlayır, gözlərində yaşı yox. Deməli, bu sənə sual verir, sualın cavabı axtarılır. Cavab olur C variantı. Yəni, epik növün janrlarını bilən şagird, janrların xarakteri xüsusiyyətlərini bilən şagird bu sualı rahatlıqla yaza bilər. Əzizlərim, bayatı epik növün, daha doğrusu lirik növün janrlarından biridir. Bayatı əsasən müəyyən bir məhəbbət mövzusunda, sonra təbiət mövzusunda mövcud olur. Əzizlərim ifadəsi ilə başlayır. Layla uşaqlar məişət nəğməsidir. Hansı ki, məişət nəğməsinin iki növü vardır. Bir oxşama, bir layla. Layla uşaqları yatırmaq üçün analar tərəfindən, nənələr tərəfindən oxunan həzin nəğmələrdir. Holavarlar uşaqlar əməklə bağlı olan nəğmələrdir. Əmək nəğmələri iki qrupa bölünür. Holavarlar sayacı sözləri. Holavarlar öküzlə məşğul olduğu zaman, cütlüklə məşğul olduğu zaman oxunan nəğmələrdir ki, insanlar yorulmamaq üçün bu işlərlə məşğul olduğu zaman holavarlardan istifadə edirlər. Ağı mənim əzizlərim, məişət, daha doğrusu mərasim nəğməsidir. Mərasim nəğməsi iki qrupa bölünür, ağılar və toy nəğmələri. Ağılar yas nəğmələridir, hansı ki, yasda ifa olunan nəğmələrdir. Cavab olur C variantı.
Baxıram 5-ci sualın izahına. Şərtdə vurğulayır ki, aşıq poeziyasını şifa xalq ədəbiyyatındakı digər nümunələrindən fərqləndirən əsas xüsusiyyət. Uşaqlar, bilmək lazımdır ki, şifahi xalq ədəbiyyatının əsas qollarından da biri aşıq ədəbiyyatıdır. Aşıq ədəbiyyatında uşaqlar həm yaradıcı aşıqlar olur, həm də ki, ifaçı aşıqlar olur. Misal üçün, aşıq xalq ədəbiyyatında biz Aşıq Ələsgərdən danışmış oluruq dərslərimizdə ki, Aşıq Ələsgərin qoşmaları və s. İndi sualda vurğulayır ki, aşıq poeziyasını şifa xalq ədəbiyyatındakı digər nümunələrdən fərqləndirən əsas xüsusiyyət. Uşaqlar, aşıq poeziyasını digər xalq ədəbiyyatındakı nümunələrdən fərqləndirən əsas xüsusiyyət odur ki, aşıq şeir janrlarının müəllifi bəlli olur. Yəni, ifa edən aşıqlar bəlli olur. Amma şifahi xalq ədəbiyyatında nağıl olsun, dastan olsun, əfsanə olsun, lətifə olsun, bunların heç birinin müəllifi məlum deyildir. Sadəcə olaraq şifahi şəkildə insanların dilindən keçərək bu günümüzə qədər gəlib çıxmışdır. Obrazlı təfəkkürün məhsulu olması bu hər ikisində mövcuddur. Heca vəznində olması həmçinin şifahi olan yaranması, yayılması, inkişaf etməsi, həm lirik, həm də epik növdə janrların olması. Cavab qalır mənim əzizlərim A variantı. İndi baxırıq 6-cı sualın izahına. Şərtdə vurğulayır ki, aşıq yaradıcılığını şifahi xalq ədəbiyyatındakı digər nümunələrdən fərqləndirən əsas xüsusiyyət. Uşaqlar, eyni tipli suallardan biridir. Burada baxırıq A variantına. Obrazlı təfəkkürün məhsulu bunlara ortaq olacaq. D variantına nəzər yetirsək, nəsrlə nəzmin vəhdətdə olduğu nümunələrin olması. Bəli, uşaqlar, aşıq yaradıcılığının şifahi xalq ədəbiyyatındakı digər nümunələrdən olan fərqi nəzmlə nəsrin, yəni epik növlə lirik təqdimatın vəhdətdə olmasıdır. Cavab olur D variantı. Sonra mənim əzizlərim, baxırıq 7-ci sualın izahına. Şərtdə deyir ki, hansıya görə yalnız şifahi xalq ədəbiyyatı janrları göstərilibdir. Gəlin baxaq. Burada mənim əzizlərim, A variantında qəzəl deməli janrını görən şagird dərhal çıxacaq. Çünki qəzəl şifahi yox, yazılı ədəbiyyatın əsas janrıdır. B variantında qoşmanı görən şagird dərhal çıxmalıdır. C variantı bizim cavabımızdır. Lətifə, nağıl, dastan, məsəl. Uşaqlar, bunlar epik növün, yəni şifahi xalq ədəbiyyatının epik növünün janrlarıdır. Lətifə, qitə, atalar sözü, mahnılar. Qitə burada uşaqları hökmü pozur, yəni qitə şifahi xalq ədəbiyyatının janrı deyildir. Lətifə, nağıl, rübai, dastan. Rübaini çıxmaq şərtindən yerdə qalanlar xalq ədəbiyyatı janrına daxildir. Testimizin əzizlərim, bizdən şərtdə şifahi xalq ədəbiyyatının janrlarını istədiyi üçün cavab olur C variantı. Davam edək mənim əzizlərim. Deməli, 8-ci suala baxacaq. Şifahi xalq ədəbiyyatı janrları verilmiş hansı bənddə? Daha doğrusu, şifahi xalq ədəbiyyatı janrları verilmiş bəndi müəyyənləşdirin. Burada da həmçinin uşaqlar, deməli, A variantında hekayə olmaz, hekayə verilməyibdir epik növdə. Nağıl olsaydı düzgün olacaqdı. B variantında rübai olmaz, rübai yazılı. C variantı əfsanə, tapmaca, atalar sözü, rəvayət. Bəli, epik növün ən qədim janrlarından biridir bunlar. Nağıl, dastan doğrudur, qəzəl yanlışdır. Y variantında lətifə, holavar doğrudur, qoşma, qitə yanlışdır. Testimizin doğru variantı bizə şifahi xalq ədəbiyyatının janrlarını istədiyi üçün C variantı qalmış olacaq. Sonra mənim əzizlərim 9-cu suala baxırıq. Yanlış fikirləri müəyyənləşdirin. Demək, uşaqlar, oyunlar uşaq orqanizminin hərəkətdə, fəaliyyətdə olan ehtiyacından yaranmışdır. Bəli, biz dramatik növün janrların keçəndə orada xalq oyunları, xalq tamaşaları və şəbihlərdən danışırıq. Xalq oyunlarını danışdığımız zaman deyirik ki, xalq oyunları uşaqların orqanizmlərini fəaliyyətə gətirən, hərəkətə gətirən, inkişaf etdirən, həm psixoloji, həm də ki, uşaqlar fizioloji cəhətdən inkişaf etdirən əsas, yəni ki, janrlardan biridir. A variantı doğrudur. Nağıllarda hadisələr əsasən qəhrəmanın şər qüvvələrə qarşı mübarizəsinə həsr olunur. Bəli, uşaqlar, xeyir, şərin üzərində qələbə çalır daimə. B variantı doğrudur. Aşıq yaradıcılığında zəmanənin mühüm hadisələrinə münasibət bildirilir. Bəli, uşaqlar, aşıq yaradıcılığında
ifa edən və yaxud da ki, yaradıcı aşıqlar dövrümüzün mühüm hadisələrindən bəhs eləyir. Yanılmacılarda insan xarakterində müşahidə olunan nöqsanlar tənqid olunur. Uşaqlar, yanılmacılarda tənqid və yaxud da ki, təhqirdən heç vaxt söhbət gedə bilməz. Bu aiddir D variantı lətifəyə, lətifə janrına aiddir. Ki, orada insanların və yaxud da dövrün ictimai münasibətləri tənqid olunur. Y variantı lətifələrdə yumorla yanaşı satira, sarkazmda mühüm yer tutur. Bəli uşaqlar, lətifələrdə əsasən yumorla yanaşı satira, satira yanaşı sarkazmda istifadə olunur. Yumor uşaqlar tənqidi gülüşdür. Tənqidi gülüş biraz yumşaq formada verildiyi zaman yumor adlanır. Biraz sərt formada verildiyi zaman satira adlanır. Satiranın da daha kəskin forması sarkazm adlanır. Burada mənim əzizlərim yanlış variantı istədiyi üçün testimizin yanlış variantı D variantı qalır. Çünki dediyim kimi bu yanıltmaca aid yox, lətifəyə aid olan bir fikirdir. İndi isə baxırıq 10-cu sualın izahına. Hansı bənddə şifahi xalq ədəbiyyatının epik növünə aid olan janrlar mövcuddur? Uşaqlar, epik növ, baxıq mənim əzizlərim. Rəvayət doğrudur, nağıl doğrudur. Tamaşa dramatik növdür, A variantı xaricdir. Əfsanə doğrudur, rəvayət doğru, tapmaca doğru. Testimizin doğru variantı. Epik növü istədiyi üçün cavab olur B variantı. Şəbih dramatik, əfsanə doğru, lətifə doğru. Şəbihlər dramatik olduğu üçün C variantı xaric. Məsəl doğru, holavar doğru. Daha doğrusu holavar lirik növdür. Ona görə D variantını çıxırıq. Nağıl epik növdür. D variantı xaric. Atalar sözü doğrudur. Oxşamalar lirik növün nəğmələrinə aiddir. Hansı ki, məişət nəğməsidir. Xalq oyunları da dramatikdir. Burada sadəcə bir dənə epik növə aid olan atalar sözüdür. Və salam. Yeni uşaqlar şifa xalq ədəbiyyatının ədəbi növlər janrları bilən şagird rahatlıqla bu sualı düzgün formada tətbiq eləməyi bacara bilər. Sonra mənim əzizlərim, baxırıq 11-ci sualın izahına. Ağıllı uşaq əsərindən verilən parça mətnin hansı formasına aiddir? Deməli uşaqlar, Əhməd səhər tezdən durub həmin qocanın yanına getdi. Gördü bir nurani kişidir, saç saqqalı ağappaq qar kimi. Gözləri tutulub, qıçaları şikəst olub. Yerindən tərpənə bilmir. Uşaqlar, burada baxın mənim əzizlərim. Qocanın saç saqqalının ağappaq olması, qıçlarının şikəst olması, sonra gözlərinin tutulması, üzündə nuraniliyin olmasından, yəni bir obrazın təsviri verilibdir. Hər hansı bir obrazın təsviri. Misal üçün, hər hansı bir insanın təsvirini verdiyimiz zaman biz deyirik ki, tutaq ki, uzun saçlıdır, gözəldir, gözləri böyüdür, sarışındır və s. Yəni, obrazın təsvirini verirəm, xarici görkəmini. Bax, burada da həmçinin. Deməli, cavab olur B variantı. Uşaqlar, monoloji tək başına danışmaqdır. Dialoji iki şəxsin danışmasıdır. Faktoloji faktdır. Mühakimə də heç kim burada mühakimə olunmur. Sadəcə burada təsvir verilir. Ona görə cavab olur B variantı. 12-ci suala baxırıq. Verilənlərdən birində uyğunluq pozulubdur. Lal dinməz, oturaq oyundur. Bəli, uşaqlar, ümumiyyətlə, yadda saxlamaq lazımdır ki, oyunlar iki ilə bölünür. Oturaq oyunlar, hərəki oyunlar. Oturaq oyunlar əl üstə kimin əli, lal dinməz. Hərəki oyunlara dəsmal ver, xəndəyə düşmə. Bunlardır. Bu oturaq oyundur. Çünki biz bu oyunu oynadığımız zaman oturaraq oynayırıq. A variantı xaric. Yanlış söz üçün götürmürük. Səməndər quşu. Deməli, bunu veribdir zonomik əfsanəyə. Bəli, heyvanlarla bağlı olan əfsanədir, doğrudur. Tomris tarix rəvayətdir. Bəli, uşaqlar. Astiaq və Tomris tarix rəvayətdir. Hansı ki, rəvayət bölməsini keçəndə izah edirik. Qodu-qodu mövsüm nəğməsi. Bəli, uşaqlar. Yağışın yağmasından bağlı olduğu üçün mövsüm nəğməsidir. D variantı doğrudur. Şah İsmail qəhrəmanlıq yox, uşaqlar. Çox abituriyent bu məqamda çaşır. Şah İsmail bir dövlətin qurucusu olsa belə, hökmdar olsa belə, qəhrəmanlıq yox, məhəbbət dastanıdır. Cavab olur Y variantı. 13-cü suala baxıq mənim əzizlərim. Verilənlər içərisində hansı janra aid nümunə yoxdur? Uşaqlar, Səməndər quşu Qaragiləyə aşıq qərib qodu-qodu. Deməli, yadda saxlayırıq ki, Səməndər quşu zonomik əfsanədir, çünki heyvanlarla bağlıdır, zoo sözündən götürülübdür. Bu əfsanə. Qaragilədir, sonra sarı gəlindir, apardı sellər saranı, İrəvanda xalq almadı. Bunlar uşaqlar xalq mahnılardır, baxın bu mahnıdır. Aşıq qərib bu
dastandır, məhəbbət dastanıdır. Qodu-qodu mövsüm nəğməsidir. Gəlin uşaqlar, indi baxaq. Əfsanə xaric, Səməndər quşu. Qaragilə mahnı, B variantı xaric. Aşıq qərib, dastandır, C variantı xaric. Qodu-qodu nəğmədir, D variantı xaric. Burada uşaqlar dastana aid olan heç bir şey qalmadığı üçün çıxırıq. Bircə saniyə bu suala yenidən baxaq. Səməndər quşu əfsanə, A variantı xaric. Qaragilə mahnı, B variantı xaric. Deməli, aşıq qərib bu olacaq, deməli, dastan, B variantı xaric. Bəli, qodu-qodu nəğmə olduğu üçün D variantı xaric. Uşaqlar, burada rəvayət olmadığı üçün cavab olur C variantı. 14-cü sual. Məişət nəğmələrinə aid olanları müəyyənləşdirin. Məişət nəğmələri bölünür 2 qrupa uşaqlar. Deməli, oxşamalar və laylar cavab olur 2 və 5, yəni B variantı. Məişət nəğmələri bölünür 2 qrupa, laylar və oxşamalar. Ağlar, mərasim, holavarlar, əmək, tapmaca da heç bir qrupa aid deyil. Sadəcə tapmaca epik növə aid olan bir janrdır. Sonra mənim əzizlərim, baxırıq 15-ci sualın izahına. Mahnı janrına aiddir. Xalq mahnıları uşaqlar. Qaragilə, dəsmalver oyundur, hərəki oyundur. Qodu-qodu nəğmədir, mövsüm nəğməsi. Apardı sellər arasılanır, bəli, xalq mahnısıdır. Əl üstə kimləli, bu da oturaq oyundur. Testin doğru variantı 1 və 4, yəni D variantı. 16-cı suala baxırıq mənim əzizim. Məişət nəğmələri ilə bağlı doğru fikirləri müəyyənləşdirin. Məişət nəğməsi nədir? İlk növbədə şagird bu sualın cavabını bilməlidir. Məişət nəğməsi layla və oxşamadır. Lirik növün janrıdır, bəli uşaqlar, hər ikisi lirik növə aiddir. Bir rahatlıqla götürürük. Deməli, B variantı, D variantı, Y variantı xaric. 11 hecalı şeir formasında olur. Xeyr uşaqlar, bunlar əsasən 4 misra, 7 hecadan ibarət olur. Yəni 11 misrası olmur. 2-ni mən xaric edirəm, D variantı xaric. 3-ə baxıram. Qafiyə sistemi sərbəst şəkildədir. Xeyr, uşaqlar, bu ortaq bir fikir deyil. Övlad məhəbbəti, onun gələcəyi ilə bağlı ümid arzular əksini tapıb doğrudur uşaqlar. Yatışdıranda da, uşağı oynadanda da ona ifa etdiyimiz layla və oxşama uşağı bir növ gələcəyə, onunla bağlı ümid və arzulara səsləyir. Deməli, 4 doğrudur. İkili və dörtlü şəklində olması, bu da doğrudur. Testin doğru variantı 1, 4, 5, A variantı qalmış olacaq. İndi uşaqlar gəldi 17-ci sualın izahına. Verilənlər içərisində şifa xalq ədəbiyyatının hansı janrı haqqında məlumat yoxdur mənim əzizlərim? Bir baxaq ki, testin cavabını rahat formada tapmış olaq. Deməli, birincisi, müəyyən əşya hadisə haqqında üstörtülü şəkildə məlumat verilir. Uşaqlar, üstörtülü məlumat verirsə, bu aiddir tapmacaya. Deməli, tapmacanı xaric edirik, A variantı xaricdir. İkili və dörtlü şəklində olması, uşaqlar, ikili və dörtlü şəklində olma oxşamaya aiddir. Deməli, oxşamanı da xaric edirik, D variantı xaricdir. Özünə məxsus musiqi. Musiqi havası varsa mahnıdır, Y variantı xaricdir. İctimai həyatdakı və məişətdəki qüsurları əks etdirən yığcam əsərlərdir. Uşaqlar, bu əfsanəyə aiddir. Deməli, cavab olur C variantı. Bəli. Daha doğrusu uşaqlar, ictimai həyatdakı məişətdəki qüsurları əks etdirən yığcam əsər bu lətifəyə aiddir. Cavab olur B variantı. 18-ci suala baxırıq. Şifahi xalq ədəbiyyatına aid olan əsərlərdən istifadə edərək cədvəl doldurun deyir. Ağıllı müdrik obrazı var. Baş qəhrəman dünya görmüş qocanın məsləhətinə ehtiyac duyur. Vəzir hökmdarın haqsızlıqlarına dəstək verir. Bəli, uyğunlaşmanı eləyəcək. Ağıllı və müdrik obrazı biz burada uşaqlar Əhmədin timsalında görürük. Hansı ki, dəyərli şagird Əhmədin nağılında biz bunu vurğulayacağıq. Baş qəhrəman dünya görmüş qocanın məsləhətinə ehtiyac duyur. Bu uşaqlar ağıllı uşağa aiddir, A variantı. Vəzir hökmdarın haqsızlıqlarına dəstək verir. Bu da uşaqlar Çahargah əfsanəsində biz bunu görmüş oluruq. 1Y, 2A, 3C. Belə bir variant, B variantı qalmış olacaq.
Sonra şifahi xalq ədəbiyyatı haqqında yanlış fikirləri müəyyənləşdirin. Demək uşaqlar, lal dinməz, dəsmal ver, uşaq oturaq oyunlarıdır. Dəsmal ver, uşaq oturaq oyunu deyil uşaqlar, hərəki oyundur. Onun üçün cavab olur A variantı. Bizdə həm oturaq oyunlar var, həm hərəki oyunlar var. Oturaq oyunlara əl üstə kimləliyim. Sonra lal dinməz, amma hərəki oyunlara dəsmal ver, sonra qaçdı. Bundan savayı olaraq hərəki oyunlara xəndəyə düşmə daxildir. Yəni bunlar hərəkidir. Bunları əzbər bir formada bilmək lazımdır. Demək uşaqlar, B variantına baxıram. Laylalar və oxşamalar məişət nəğmələrinə daxildir. B variantı doğrudur. Əfsanələrdə ağla sığmaz mövzuə, fantastik, səciyyəvi, qeyri-adi hadisələr. Uşaqlar, əfsanələr real zəmindən kənardır. Yəni reallıq rəvayətdə mövcuddur. Amma əfsanələrdə möcüzəvi, fantastik, qeyri-adi hadisələrdən danışılır. C variantı xaricdir. Bayatlar həcmcə kiçik olub dərin məna. Bəli, həcmcə kiçik olur, amma dərin məna ifadə edir. Çünki uşaqlar 4 misrası, hər misrada 7 dənə hecası olur. Yəni dərin, kiçik olsa belə dərin məna bildirir. Y variantı. Mövsüm nəğmələri ilin müxtəlif, bəli uşaqlar ilin müxtəlif fəsilləri ilə yağışın yağması, günəşin çıxmasıyla bağlı olduğu üçün ilin müxtəlif fəsillərini özündə əks etdirir. Testimizin doğru variantı A variantı qalır, hansı ki yanlış ifadələri istədiyi üçün. 20-ci sualdan davam edirik. Deməli, verilmiş xüsusiyyətlərə görə janrların ardıcıllıqlarını müəyyənləşdirin. Uşaqlar, baxıram birincisinə. Epik təhkiyə, lirik təqdimat həmişə sintezdə olur. Nəzm, nəsr hissədən ibarət olur. Uşaqlar, yadda saxlayaq. Epik təhkiyə, lirik təqdimat varsa, bu dastandır. Həm nəzm, həm nəsr olması, bu da dastandır. Deməli, uşaqlar, birincisi dastana aid olan bir ifadədir. Məzmun etibarilə əsasən 3 yerə bölünür. Aha, nəsrli olur. Məzmun etibarilə 3 yerə bölünməsi nağıla aiddir. Hansı ki, ailə məişət, sehirli heyvanlar haqqında nağıllar. Deməli, bura nağılı yazmış olacaq. Sınaqdan keçmiş hikmətamiz fikirləri əks etdirir. Uşaqlar, sınaqdan keçmiş deyirsə, hikmətamiz deyirsə, həm nəzm, həm nəsri soruşursa, bu aiddir. Atalar, sözləri və salam. Deməli, dastan, nağıl, atalar, sözləri. Testin doğru cavabı, bircə saniyə, Y variantı qalmış olacaq. 21-ci sual. Verilənlər içərisində hansı janra aid nümunə mövcuddur? Uşaqlar, burada deməliyim, Səməndər quşu, İrəvanda xaqamadı, Tomris qodqodu. Səməndər quşu əfsanədir, biri götürürəm. Tomris rəvayətdir, ikini götürürəm. Sonra hekayə, burada hekayə yoxdur. İrəvanda xaqamadı, mahnıdır, götürürəm. Sonra növbəti Qodu uşaqları mövsüm nəğməsidir. Bunu da götürmüş olacaq. Deməli, 1, 2, 4 və 5. Bu formada qalmış olacaq. 22-ci sualla davam edirik, əzizlərim. Verilmiş nümunələr üçün ortaq fikir sayıla bilməz deyir. Deməli, qızın üzüyün yanı, olum boyun qurbanı, yuxuya get gül balam, beşimin sultanı. Bu uşaqlar, baxın əzizlərim, yuxuya get, beşiyim, bu nə vaxt oxuyar ana balasına? Təbii ki, yatdığı zaman. Bu olacaq layla. Araz axar lil ilə, dəstə gül ilə, qismət ola görüşəm, uzaq düşən el ilə. Uşaqlar, baxın, bu mahnıdır mənim əzizlərim, mahnı. İndi bizə nə istəyir? Sayıla bilməz deyir, ortaq fikirlər. Məişət nəğməsidir. Uşaqlar, bu ortaq deyil. Bu birincisinə aiddir, Laliyə aiddir. Bu ortaq sayıla bilməz. Biri götürəcəyim. Lirik növə aid olmazsa hər ikisi lirik növdür. Çünki birincisi layladırsa bu artıq nəğmədir. İkincisi mahnıdırsa bu da lirik növün janrıdır. Yəni ortaqdır. İkini götürməyəcəyik. Heca vəznində olması, uşaqlar, heca vəznində olması bu ortaq sayılacaq. Təhkiyə əsasında yaratılması, xeyr uşaqlar, təhkiyə yox, tərənnüm. Çünki bunlar lirik növdür. Lirik növdə təhkiyə olmaz, təhkiyə epik növdə olacaq. Deməli, 4 də yanlışdır. Yazılı ədəbiyyat nümunəsi olması, uşaqlar, yazılı yox, şifahi ədəbiyyat nümunəsi, hansı ki, bu da yanlışdır. 1, 4, 5 testimizin doğru cavabı qalmış olacaq. 23-cü suala baxaq, uşaqlar.
Eyni janra aid olan nümunələri müəyyənləşdirin. Eyni janr olmalıdır. Deməli, İlan öz əyrisini bilməz, deyər, dəvənin boynu əyridir. Uşaqlar, bu aiddir məsəl. Məsəl. İkincisi, onların qarşılarında gəlin əvəzinə qadına oxşayan uca bir qaya peyda oldu. Gəlin qayaya dönübmüş. Uşaqlar, gəlin qayaya dönə bilməz. Burada məcazlıq var. Deməli, əfsanədir. Çünki əfsanə məcazi olur, real zəmindən uzaq olur. Ayın ərəsini eşidən çaqqal qorxudan əssə də başını silkələyib razılığını bildirdi. Uşaqlar, baxın, heyvanlardan danışır, bu olacaq nağıl, heyvanlarla bağlı nağıl. Dərələrdən sel kimi, təpələrdən yel kimi at qovalayıb bir şəhərə gəlib çatdılar. Bu da uşaqlar olacaq nağıl. Sonra bizim atamızdan bizə xalça qalmışdır. Hər kəs onun üstündə oturub desə ki, apar məni, qoy filan yerə aparar. Xalçanın uçması, uçan xalçadan biz harada danışmışıq? Təbii ki, sehirli nağıllarda. Deməli, bu da nağıl olmuş olacaq. İndi bizdən sualın şərtində eyni janr istədiyi üçün, deməli, biri çıxırsan məsəldir, ikini çıxırsan əfsanədir. 3 nağıl, 4 nağıl, 5 nağıl. Testin doğru variantı 3, 4, 5 qalmış olacaq. Üçüncüsü aiddir heyvanlarla bağlı nağıl. Dördüncüsü aiddir ailə məişət. Beşincisi aiddir təbii ki sehirli nağıla. Çünki orada uçan xalçadan misal çəkilir. Sonra uşaqlar 24-cü suala baxırıq. Bizdən şərtdə deyir ki, uyğunsuzluqları müəyyənləşdirin. Sayıcı sözləri bu nəğmədir. Tapmaca bu epik növ aiddir, hansı ki fərqli janr olacaq. Bayatı lirik növdür. Nəğmə lirik növdür. Burada uşaqlar epik aid olan bir dənə 2 oldu, digərləri lirik oldu. 2-ni götürürəm. Əfsanə epik, rəvayət epik, atalar sözləri epik, oxşama lirik və salam. 1 və 2 və 8 bu sualın doğru variantı qalmış olacaq. Açıq tipli suallardandır. Sonra uşaqlar gəldi 25-ci sualın izahına. Bizə deyir ki, uyğunsuzluqları müəyyənləşdirin uşaqlar. Deməli, burada uyğunsuzluq istədiyi üçün deməli yanlışları biz axtarmalıyıq. Nuh Peyğəmbər, Astiaq, rəvayət. Bəli uşaqlar, bunlar tarixi şəxsiyyətlərlə bağlı olan rəvayətlərdir. Bir doğrudur, uyğunsuz deyil, uyğundur. 2. Səməndər quşu. Uşaqlar, Səməndər quşu nağıl yox, zonomik əfsanədir. Mən içini rahatlıqla götürmüş olacağım. Çünki yanlışdır. Dava yorğan davası, bəli uşaqlar, bu məsəldir, doğrudur, yanlış istəyir. Bugünün işini sabaha qoyma, bu da deməli, bu atalar sözlü məsəl deyil. 4-ü götürürəm. Qaragilə xaqmanısı, bəli. 1, 2 və 4 uşaqlar. Yanlış istədiyi üçün 2 və 4 qalmış olacaq. 26-cı sualın izahına baxırıq. Dərsi şagird Əhməd nağıl əsərindəki hadisələrlə bağlı düzgün fikirləri müəyyənləşdirin. Səbəb və nəticə cədvəlinə əsaslanır. Dərsi şagird Əhməd nağılı oxumaq və bu sualı yazmaq lazımdır. Əhməd Pəri Sultanı sevir, nəticəsində Şah Abbasın qızının Əhmədlə evlənməsinə razılıq verir. Xeyr uşaqlar, Əhməd Pəri Sultanı sevir və bunun nəticəsi bu deyil, bir yanlışdır. Dərsi dərvişləri qonaq çağırmaq qərarına gəlir, bəli. Nəticəsində Əhməd dərvişlərlə nə olur? Rastlaşır, yəni görüşür. 2 doğrudur, nəticəsi budur. Əhməd iş görən zaman yuxulayır. Ustalar və dərvişlər onu qınayır. Xeyr, uşaqlar, qınamırlar, bu yanlışdır. Hətta deyirlər ki, qoy yatsın. Deməli, 3 yanlış olacaq. Əhməd atlarının yaşını müəyyənləşdirir, bəli. Cəmaət Əhmədə, bəli uşaqlar, müəyyənləşdirir və bunun nəticəsində insanlar, yəni cəmaət Əhmədə təriflər söyləyir. 2 ilə 4-cü doğru olacaq. Vəzirin Əhmədin cavanlığına yazığı gəlir. Vəzir Əhmədin öldürülməsinə yanlışdır. Nəticəsi bu deyil. Deməli, bizdən doğruları istədiyi üçün testimizin doğru cavabı 2 və 4 qalmış olacaq. Gəldik 27-ci sualın izahına. Əzizlərim, sualda deyir ki, şifahi xalq ədəbiyyatına aid olan janrları mətni həcminə görə kiçikdən böyüyə sıralayın. Uşaqlar, nağıl, mahnı, məsəl, bayatı. Deməli, burada əzizlərim, məsəl bir cümlədən ibarət olur, bir cümlə. Deməli, ən kiçik məsəldir, çünki bir cümlədən ibarət olur. Bayatı, bayatı 4 misra olduğu üçün 4 cümlə deyək. Mahnı, mahnı uşaqlar bayatıya nisbətən geniş olur. Nağıl isə bunların həcmcə ən
çox, yəni genişi olandır. Deməli, bizdən kiçikdən böyük istədiyi üçün 2, 4, 3, 1 bu formada olmuş olacaq. 28. Şərtdə düşür ki, uyğunluğu müəyyənləşdirən, uzun zaman yağan yağışın kəsməsi üçün oxunur. Bu qodudur, hansı ki, mövsüm nəğməsidir. 1-ə C. Özünə məxsus musiqi havası olması uşaqlar bu mahnıya aiddir. İrəvanda xalq almadı və Qaragilə olacaq. Deməli, B və D. Sonra müəyyən əffatla bağlı məsəl uşaqlar dava yorğan davası hansı ki, bu da məsəldir. Cavab olur bu formada. Lal dinməz oyundur, lal dinməz xeyir. Bura Y variantı. B və Y olacaq. Deməli uşaqlar 1-ə C, 2-yə B, Y, 3-ə də A formasında qalmış olacaq. Sonra gəldik nəyə? 29. Uyğunluğu müəyyənləşdirən əfsanə rəvayət və uşaq oyunu. Demək, uşaqlar, Nuh Peyğəmbər bu rəvayətdir. Hansı ki, tarixi şəxsiyyətlərlə bağlı olan bir rəvayət olduğu üçün anı bura yazırıq. Səməndər quşu bu zonomik əfsanədir. B variantını 1-ə yazıram. Dəyirman. Bu uşaqlar, deməli, uşaq oyunudur. Dəsmal ver, bu da uşaq oyunudur. D, C də bu formada olacaq. Deməli, 1-ə B, 2-ə A, 3-ə D və Y. Bu formada qalmış olur. İndi isə gəldik 30-cu sualın izahına. Demək, əzizlərim, 30-cu sualda vurğulayır ki, Ervin diaqramına əsasən uyğunluğu müəyyənləşdirin. Deməli, uşaqlar, burada nədir? Nağıl, dastan həm epik, həm lirik şeirlərə yer verilir. Uşaqlar, epik təqdimatla lirik təqdimatı vəhdətdə olur. Bu aiddir, deməli, dastana. Doğrumu? Bu həm epik təsvir, həm də lirik təqdimat. Bu dastana aiddir. Deməli, A-nı 2-nə götürürük. Qəhrəman sehirli güvələrlə mübarizə aparır. Sehirli qəhrəman nağıllar B variantı 1-ə aiddir. Xaric. Təhkiyə mühüm yer tutur. Bəli, uşaqlar, təhkiyə hər ikisində olacaq, çünki danışıqdır. Real hadisələr öz əksini tapmır. Bu tapmırsa əfsanəyə aiddir. D-ni heç birini götürmür. Aşıqlar tərəfindən söylənilir. Bu da uşaqlar, aşıqlar tərəfindən söylənilmək, bu da aiddir, təbii ki, dastan. Və salam. Bu formada olmuş olacaq. Gəldik 31-ci sualın izahına. 3-ü bizə yağıdır, 3-ü cənnət bağıdır, 3-ü yığır gətirir, 3-ü vurur dağıdır. Bu aiddir mövsüm nəğməsinə. Uşaqlar, görürsünüz, burada yağmaqdan danışır. Görürsünüz. Deməli, bu aiddir mövsüm nəğməsinə. Nəğmə. Əzizim sini-sini, doldur ver sini-sini. Mən sənə göz dikmişəm, neynirəm özgəsini. Bu isə uşaqlar mahnıdır. İndi baxırıq. Mərasim nəğməsi. Mərasim nəğməsi toy və yasdır. Amma bunların heç biri ona aid deyil. Deməli, A variantı xaricdir. Özünə məxsus musiqi havası. Mahnıdırsa təbii ki, özünə məxsus musiqi havası olacaq. Hərfi mənada anlamaq, dərk etmək mümkün deyildir. Bu hərfi mənada anlamaq, dərk etmək bu heç birinə aid deyil. Bayatı şeir formasındadır. Bu ortaqdır. Uşaqlar hər ikisində doğrudur. 4 misrası var, 7 hecası var, ortaqdır. İlin müxtəlif fəsilləri bu da uşaqlar. Baxın, mövsümlə bağlı olan nəğmə olduğu üçün 1-ə də Y-dir. Deməli, testin doğru variantı 1-ə Y, 2-yə B, 3-ə də D formasında qalmış olacaq.